Nəzakət xanımla Aygün xanımın dostluğu da məhz həmin dostluqlardandır. Bu kitabın ərsəyə gəlməsində mən onun Aygün xanıma olan sevgisinin şahidi oldum. Mən onun Aygün xanıma olan dəstəyinin şahidi oldum. Və təşəkkür edirəm Nəzakət xanım, artıq ikinci səfərdə ürəklə tədbirimdə iştirak edirsən. Allah səni var eləsin, dostluğunuz əbədi olsun. Danışmaq istəyirsinizsə siz deyin. Mən təşəkkür birinci hamınızı salamlayıram. İslam xanım, sağ olun, var olun. Mən hər zaman Hacəttin Nazirlərində həqiqətən inanılsız deyil. Balam, canım da hər şeyimdir. Hələ də sağ. Amma bugünkü gündə mən tək evladı olan Allah'ın yanında utandım. Mən sizin qarşınızda baş əyirəm. Allah sizləri var edesin, Allah sizləri qorusun. Yəni sizin balanız bizim balamızdır. Həqiqətən də Allah'tan sizə səbr istəyirəm, başqa bir şey yox. Bir də bacıma Allah'tan sağlamcal istəyirəm. Çünki bugünkü gündə mən istərəm ağlamağa. Bacı bitirəklə getdi. Hacəttin gedəndən sonra evin sütunu, ləngər oldu. Mən çox danışa bilmirəm, bir daha 8 Martımızı təbrik edirəm. Şəhidlərimizi Allah rəhmət edirəm. Amin.